20 noyabr 1991 Saat 13:48 Qafqaz dağlarının üzərində payız dumanı ağır-ağır hərəkət edirdi. Qarabağın dağlıq ərazilərində hava dəyişkən idi. Vadilərin üzərində buludlar aşağı enmişdi. Həmin gün Qarabağ səmasında uçan bir Mi-8 helikopteri Azərbaycan tarixində ən faciəli hadisələrdən birinə doğru irəliləyirdi. Bu sadə uçuş deyildi. Helikopterdə adi sərnişinlər yox idi. İçəridə Azərbaycanın yüksək vəzifəli dövlət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri və jurnalistlər var idi. Onlar Qarabağ bölgəsində baş verən gərgin vəziyyəti yerində araşdırmaq üçün bölgəyə səfər edirdilər. O dövrdə Sovet İttifaqı artıq dağılmaq üzrə idi. Qarabağda isə vəziyyət hər gün daha təhlükəli olurdu. Silahlı qarşıdurmalar artmışdı. Kəndlər boşaldılır, yollar bağlanırdı. Məhz bu səbəbdən Azərbaycan hökuməti bölgədəki vəziyyəti qiymətləndirmək üçün xüsusi nümayəndə heyəti göndərmişdi. Helikopter həmin nümayəndə heyətini daşıyırdı. Helikopterin içində ümumilikdə 22 nəfər var idi. Onların arasında Azərbaycanın tanınmış dövlət xadimləri də var idi. Helikopterdə olan ən tanınmış şəxslərdən biri Tofiq İsmailov idi. O, Azərbaycanın dövlət katibi və Qarabağ üzrə xüsusi nümayəndələrdən biri hesab olunurdu. Onun əsas vəzifəsi bölgədə baş verən hadisələri yerində araşdırmaq və vəziyyət haqqında Bakıya məlumat vermək idi. Helikopterdə həmçinin Azərbaycanın baş prokuroru İsmət Qayıbov da var idi. İsmət Qayıbov ölkənin hüquq sistemində çox mühüm fiqurlardan biri idi və Qarabağdakı cinayət hadisələrinin araşdırılması ilə bağlı bölgəyə gəlmişdi. Helikopterdə olan digər tanınmış şəxslərdən biri Məhəmməd Əsədov idi. O, Azərbaycanın Daxili İşlər Naziri idi. Həmin dövrdə ölkədə təhlükəsizlik məsələləri çox gərgin idi və Daxili İşlər Naziri şəxsən bölgədə vəziyyəti qiymətləndirmək istəyirdi. Jurnalistlər bölgədə baş verən hadisələri işıqlandırmaq üçün səfərə qatılmışdılar. Helikopter Qarabağ üzərində uçarkən pilotlar marşrutu davam etdirirdi. Uçuş planına görə helikopter Ağdamdan havaya qalxmışdı və Xankəndi istiqamətində uçurdu. Hava şəraiti çətin olsa da uçuş davam edirdi. Saat 13:48 radələrində helikopter Qarakənd kəndi yaxınlığında uçurdu. Məhz həmin anda faciə baş verdi. Şahidlərin sözlərinə görə səmanın sakitliyini qəfil güclü partlayış səsi pozdu. Helikopterə raket atıldığı ehtimal olunur. Partlayışdan sonra helikopter sürətlə hündürlük itirməyə başladı. Pilotlar idarə etməni bərpa etməyə çalışdı. Amma artıq gec idi. Bir neçə saniyə sonra helikopter dağ yamacına çırpıldı. Partlayışdan sonra ərazidə böyük tüstü qalxdı. Helikopter tamamilə məhv olmuşdu. Hadisə yerinə ilk çatan şəxslər yerli sakinlər oldu. Amma qəzanın gücü o qədər böyük idi ki, helikopterdə olan insanların heç biri sağ qalmamışdı. 22 nəfərin hamısı həyatını itirdi. Bu hadisə tarixə Qarakənd helikopter faciəsi kimi düşdü. Hadisə xəbəri Bakıya çatanda ölkədə böyük şok yaşandı. Çünki bir uçuşda Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən bir neçəsi həyatını itirmişdi. Bu ölkənin siyasi rəhbərliyi üçün böyük zərbə idi. Hadisədən dərhal sonra Azərbaycan hökuməti xüsusi istintaq komissiyası yaratdı. Qəzanın səbəbləri araşdırılmağa başladı. Əsas versiya isə belə idi. Helikopter yer-hava raketi ilə vurulmuşdu. Hadisə Qarabağ müharibəsinin ən gərgin dövründə baş verdiyi üçün bu versiya çox geniş müzakirə olundu. İstintaq qrupları qəza yerinə göndərildi. Helikopterin qalıqları dağlıq əraziyə səpilənmişdi. Araşdırmaçılar hadisənin bütün detallarını öyrənməyə çalışırdı. Bu faciə yalnız Azərbaycan daxilində deyil, internasional səviyyədə də böyük rezonans doğurdu. Rusiya və digər postsovet ölkələri hadisə ilə bağlı başsağlığı mesajları göndərdi. Azərbaycanın siyasi rəhbərliyi isə bu hadisəni Qarabağ münaqişəsinin ən ağır epizodlarından birinə kimi qiymətləndirdi. Həlak olan şəxslər Bakıda dövlət səviyyəsində dəfn edildi. Minlərlə insan onların vida mərasiminə qatıldı. Qarakənd faciəsi Azərbaycanın müasir tarixində ən ağır və ən ağrılı hadisələrdən biri kimi yadda qaldı. Qafqaz dağlarının üzərində baş verən həmin partlayış cəmi bir neçə saniyə çəkmişdi.
Amma onun nəticələri Azərbaycan tarixində dərin iz buraxdı. Bu gün də həmin hadisə xatırlanarkən eyni sual səslənir. 20 noyabr 1991-ci ildə Qarabağ səmasında baş verən faciənin bütün həqiqətləri tam açılıbmı? Bu sual illər keçsə də hələ də tarixçilər və araşdırmaçılar tərəfindən müzakirə olunur.